ofisdə işləyirsiniz və yaxud da ki, sahibkarsınız və hər zaman işgüzar görüşləriniz olur. Amma kostyum istəmirsiniz almaq. Pencəklə şalvarları ayrı-ayrı alaraq onları bir-birindən kombin etmək olar. 2 pencək, 3 şal var. Onlardan ikisi cins, biri casual şalvardır. Bir köynəkdir, ağ köynək, digəri uzun qol polodur və bir dənə də uzun qol sviterdir. Cəmi 8 predmetlə 18 obraz yaratmaq olar. Hələ bura mən aksesuarları və ayaqqabıları aid etmirəm. Cinslə pencəyin dəstləşməsi smart casual obraz yaradır, çox işgüzar və həm də casual. Yəni siz bu obrazda həm işgüzar görüşə gedə bilərsiniz, həm ofisə gedə bilərsiniz, həm də şəxsi işlərinizlə məşğul ola bilərsiniz, hər hansı bir dostlarla görüş və s. Bugatti mağazasındakı geyimlər yüksək keyfiyyətli parçalardan hazırlanır, həm də klassik obrazla müasir tendensiyaları birləşdirdiyinə görə daha ciddi obrazlar yaratmaq mümkündür. Və siz ofisə və işgüzar görüşlərə necə geyinirsiniz?